2026-cı ildə bürcləri hansı yeniliklər gözləyir? Astrobürc TV, astroloqların 2026-cı il proqnozlarına əsasən bürcləri nələrin gözlədiyini sizlərə təqdim edir. Qoç 2026-cı il Qoç üçün hərəkət və qərar ilidir. İl boyu daxili gücünü daha aydın hiss edəcəksən. Risk almaq istəyi artacaq. Ancaq düşünülməmiş addımlar problem yarada bilər. İş həyatında yeni məsuliyyətlər ortaya çıxacaq. Liderlik qabiliyyətin ön plana çıxacaq. Maddi gəlirlər yavaş-yavaş artacaq. Qəfil xərclərə diqqət etməlisən. Ailə münasibətlərində açıqlıq vacib olacaq. Köhnə mövzular yenidən gündəmə gələ bilər. Sevgi həyatında dürüstlük əsas rol oynayacaq. Tək qoçlar üçün sürpriz tanışlıqlar mümkündür. Münasibəti olanlar üçün sınaqlar yaşana bilər. Səbir göstərmək münasibətləri qoruyacaq. Dost çevrən dəyişə bilər. Bəzi insanlarla yollar ayrılacaq. Bu ayrılıqlar sənə yüngüllük verəcək. Sağlamlıq baxımından enerji yüksək olacaq. Ancaq yuxusuzluq problem yarada bilər. Fiziki aktivlik faydalı olacaq. Özünü sübut etmə ehtiyacı artacaq. Hər mübahisəyə girməmək lazımdır. Daxili balans önəm qazanacaq. Səyahətlər daha çox iş məqsədli olacaq. Yeni biliklər qazanacaqsan. Şəxsi inkişaf ön planda olacaq. Keçmiş səhvlərdən dərs çıxaracaqsan. Emosional reaksiyalar azalacaq. Daha yetkin davranacaqsan. İl sonuna doğru rahatlama hiss edəcəksən. Özünə inam artacaq. Qərarlarında daha qəti olacaqsan. Sərhədlərini qorumağı öyrənəcəksən. Həyatında seçici olacaqsan. Daxili səsinə güvənəcəksən. Sakitlik sənə uğur gətirəcək. İl sonunda nəticələrdən razı qalacaqsan. 2026 Qoç üçün böyümə ilidir. Buğa 2026-cı il Buğa üçün sabitliyin yenidən qurulduğu dövrdür. İl səni dəyişikliklərə məcbur edəcək. Komfort zonasından çıxmaq lazım olacaq. Maddi məsələlərdə daha ağıllı davranacaqsan. Qənaətcil yanaşma ön plana çıxacaq. İş həyatında səbrinin qarşılığını alacaqsan. Uzunmüddətli planlar nəticə verəcək. Yeni iş təklifləri mümkündür. Qərar verməkdə tələsməyəcəksən. Ailə münasibətləri istiləşəcək. Köhnə incikliklər həll oluna bilər. Sevgi həyatında dərinlik axtaracaqsan. Səthi münasibətlər səni qane etməyəcək. Tək buğalar üçün ciddi əlaqələr mümkündür. Münasibətlərdə güvən əsas olacaq. Duyğularını ifadə etməyi öyrənəcəksən. Susmaq yerinə danışacaqsan. Sağlamlıqda qidalanma önəmli olacaq. Bədəninin siqnallarına qulaq asacaqsan. Stresi azaltmaq vacib olacaq. Təbiətlə vaxt keçirmək rahatladacaq. Dost çevrən dəyişəcək. Səni yoran insanlardan uzaqlaşacaqsan. Öz dəyərini daha yaxşı anlayacaqsan. Özünü kiçiltməyəcəksən. Maddi təhlükəsizlik önəm qazanacaq. Böyük xərcləri ertələyəcəksən. Səbir sənə uğur gətirəcək. Yavaş irəliləmək faydalı olacaq. Ruhən sakitlik axtaracaqsan. Daxili rahatlıq artacaq. İl sonuna doğru güvən hissi yaranacaq. Həyatında möhkəm təməl quracaqsan. Özünlə barışacaqsan. Qərarların daha sabit olacaq. Emosional dalğalanmalar azalacaq. 2026 möhkəmlənmə ilidir. Əkizlər 2026-cı il əkizlər üçün dəyişiklik və yenilənmə ilidir. İl boyu zehni aktivliyin yüksək olacaq. Yeni ideyalar yaranacaq. Kommunikasiya güclənəcək. İş həyatında çoxşaxəli imkanlar çıxacaq. Eyni anda bir neçə işlə məşğul ola bilərsən. Diqqət dağınıqlığı riski olacaq. Planlama vacib olacaq. Maddi gəlirlər dalğalı ola bilər. Ani xərclərdən çəkinməlisən. Ailə içində daha çox dialoq olacaq. Sözlərin təsiri artacaq. Sevgi həyatında hərəkətlilik yaşana bilər. Qəfil başlayan münasibətlər mümkündür. Ciddi qərarlar üçün vaxt lazım olacaq. Münasibətlərdə açıq ünsiyyət vacib olacaq. Səthi davranış problemlər yarada bilər. Dost çevrən genişlənəcək. Yeni insanlar həyatına daxil olacaq. Bəzi köhnə dostluqlar bitə bilər. Sağlamlıqda sinir sistemi ön planda olacaq. Stres idarəsi vacib olacaq. Zehni istirahətə ehtiyac duyacaqsan.
Kitab oxumaq faydalı olacaq. Səyahət istəyi artacaq. Qısa səfərlər mümkündür. Yeni biliklər öyrənəcəksən. Təhsil mövzuları ön planda olacaq. Özünü ifadə etmək asanlaşacaq. Ancaq dinləməyi də unutma. Daxili qarışıqlıq azalacaq. Qərarların daha aydın olacaq. İl ortasında dönüş nöqtəsi yaşanacaq. Prioritetlər dəyişəcək. Həyatına düzən gətirəcəksən. İl sonuna doğru rahatlama hiss edəcəksən. Özünü daha yaxşı tanıyacaqsan. Seçimlərdə dəqiqlik artacaq. 2026 aydınlanma ilidir. Xərçəng. 2026-cı il xərçəng üçün emosional dərinlik ilidir. Duyğular daha güclü olacaq. Keçmiş xatirələr tez-tez yada düşəcək. Ailə mövzuları ön plana çıxacaq. Ev və yaşayışla bağlı dəyişikliklər mümkündür. İş həyatında səbir tələb olunacaq. Ani qərarlar verməmək vacib olacaq. Maddi baxımdan tədrici artım olacaq. Təhlükəsizlik hissi önəm qazanacaq. Sevgi həyatında həssaslıq artacaq. Münasibətlərdə anlayış vacib olacaq. Tək xərçənglər üçün tanışlıqlar mümkündür. Keçmiş münasibətlər təsir göstərə bilər. Qərar vermək çətin olacaq. Daxili səsini dinləməlisən. Dostluqlarda seçici olacaqsan. Səni anlayan insanlara yaxınlaşacaqsan. Sağlamlıqda emosional balans vacib olacaq. Stres bədənə təsir edə bilər. Dincəlmək vacib olacaq. Təbiət və su yaxınlığı rahatladacaq. Yaradıcılıq qabiliyyətin artacaq. Duyğularını yazmaq faydalı olacaq. Özünə qarşı mərhəmətli olacaqsan. Özünü yükləməməyə çalışacaqsan. İş və şəxsi həyat balansı önəm qazanacaq. Səbir nəticə gətirəcək. Tələsik davranmayacaqsan. İl ortasında rahatlama hissi gələcək. Ailə bağları güclənəcək. Keçmiş incikliklər bağışlanacaq. Özünlə barışacaqsan. Daxili gücünü kəşf edəcəksən. Qorxular azalacaq. Özünü daha güvənli hiss edəcəksən. İl sonuna doğru stabillik yaranacaq. Emosional yetkinlik artacaq. 2026 şəfa və oyanma ilidir. Şir. 2026-cı il şir üçün özünü göstərmə ilidir. İl boyu diqqət mərkəzində olacaqsan. Liderlik qabiliyyətin güclənəcək. İş həyatında irəliləyişlər mümkündür. Yeni vəzifələr gündəmə gələ bilər. Məsuliyyət artacaq. Maddi gəlirlər yüksələ bilər. Ancaq xərclərə nəzarət lazımdır. Ailə içində sözün keçərli olacaq. Bəzən sərt davranmamaq vacib olacaq. Sevgi həyatında ehtiras artacaq. Münasibətlərdə romantika güclənəcək. Tək şirlər üçün cəlbedici tanışlıqlar mümkündür. Qürur problemlər yarada bilər. Geri addım atmağı öyrənəcəksən. Dostluqlarda lider mövqedə olacaqsan. Ancaq egoizmə diqqət etməlisən. Sağlamlıqda enerji yüksək olacaq. Fiziki aktivlik artacaq. Ürək və bel bölgəsinə diqqət lazımdır. Yaradıcılıq qabiliyyətin artacaq. Səhnə və təqdimat işləri uğurlu olacaq. Özünü ifadə etmək asanlaşacaq. Təriflər motivasiya verəcək. Ancaq tənqidlərə də açıq olmalısan. İl ortasında sınaqlar ola bilər. Bu sınaqlar səni gücləndirəcək. Qərarlarında daha ağıllı olacaqsan. Emosional balans artacaq. Ailə dəstəyi hiss olunacaq. Öz dəyərini daha yaxşı anlayacaqsan. Həyat məqsədlərin aydınlaşacaq. İl sonuna doğru rahatlama gələcək. Özünə fəxr edəcəksən. İctimai mövqeyin güclənəcək. Seçimlərdə daha müdrik olacaqsan. 2026 parlaq il olacaq. Qız bürcü. 2026-cı il qız üçün nizam və analiz ilidir. İl boyu detallara diqqət artacaq. İş həyatında məhsuldarlıq yüksələcək. Planlı davranış uğur gətirəcək. Yeni məsuliyyətlər verilə bilər. Tənqidçi yanaşma bəzən problem yarada bilər. Maddi məsələlərdə balans olacaq. Qənaətçilik davam edəcək. Ailə içində məsuliyyət artacaq. Hər kəs səndən dəstək gözləyə bilər. Sevgi həyatında məntiq ön plana çıxacaq. Duyğuları ifadə etmək çətin ola bilər. Tək qızlar üçün tanışlıqlar iş mühitində ola bilər. Münasibətlərdə mükəmməllik axtarışı azalmalıdır. Özünü çox yükləməməlisən. Dostluqlarda seçici olacaqsan. Sakit və güvən insanlara yaxınlaşacaqsan. Sağlamlıq mövzusu önəmli olacaq.
Həzm sistemi diqqət tələb edəcək. Rejimə riayət faydalı olacaq. Stresi azaltmaq vacib olacaq. Zehni yüklənmə ola bilər. Meditasiya kömək verəcək. Özünü inkişaf etdirmək istəyəcəksən. Yeni bacarıqlar öyrənəcəksən. Təhsil və kurslar uğurlu olacaq. İl ortasında qərar dəyişikliyi mümkündür. Prioritetlər dəyişəcək. Həyatına sadəlik gətirəcəksən. Artıq yüklərdən azad olacaqsan. Emosional stabillik artacaq. Özünü daha rahat hiss edəcəksən. İl sonuna doğru nəticələr görünəcək. Əməklərinin qarşılığını alacaqsan. Daxili rahatlıq artacaq. Özünlə barışacaqsan. 2026 sistem qurma ilidir. Tərəzi. 2026-cı il tərəzi üçün tarazlıq axtarışı ilidir. Münasibətlər əsas mövzu olacaq.